əhvalatı mən çoxdan istəyirdim də. O, ye. Getdi qardaşlar, getdi. Bebeşlər getdi, hə. Ay Allah, bu nə səs küydü belə? Nə qəşəng mahnıdır. Salam uşaqlar. Necəsiz? Bu səs nədir belə? Bu uşaq kimdir belə? Ay uşaq, sən Kim söndürdü mahnını? Sənsən cırtdan. Yo, mən təzə dostunuzam. Necə yəni? Səsin axı cırtdanın səsini verir. Yox, bundan sonra mən təzə dostunuz olacağam. Uşaqların təzə dostu, yeni dostu, yeni stildə. Ay cırtdan. Mən səni tanıdım, Bu nə haldır, bu nə vəziyyətdir? Sən də ki, elə tanıy məni. İmkan verərdin də, biraz oynayardım, əylənərdim, yeni stilimlə, bir dənə sən özüm səsküylə. Qəşəngdir. Qəşəngdir. Bu vəziyyətə niyə düşmüsən sən? Bir də görüm. Çiçək bacı, gəl sən də qoşul mənə. Qəşəng burada oynayaq. Necə yəni sənə qoşul, necə oynayaq? Təzə dostlarım var mənim, bu cür oynayırlar da hamısı. Necə oynayırlar? Hə, bu formadadılar. Bəli. Aha. Dostlarım mənə lağa qoyurdular da Çiçək bacı. Ona görə mən də dedim ki, dayı bundan sonra mən də belə bir stillə gəzim, özüm üçün yaşayayım da. Dostum dedi ki, ala mən sənə bu əşyaları vereyim, hamısı təzədir. Bahalı almışam. İndi sən də bundan istifadə elə. O nədir deyir? Kürk geyinmisən, çarıq geyinmisən, başında nə bilim tüklü papaq. Ona görə mən də qərar aldım ki, bundan sonra qurtardı. Yeni stildə cırtdan gəlir. Cırtdan? Ay cırtdan. Sənin dostların belə deyildi axı. Sən hansı dostlardan danışırsan? Təzə dostlarımdır mənim. Təzə dostların, təzə dost tapmısan. Hə, bu vəziyyətdə damısı. Əri. Hə, bu nədir burada? O da mənim şalvarımdır. Bunu hansı zibilxanadan tapmısan? Nə gündədir bu? Zibilxana? Yox, zibilxana deyil. Axı bu nə gündədir? Uşaqlar görürsünüz. Bu nədir belə? Yox, dostum alıbdı. Mən də onu geyinəcəydim. Düzdür, arada şalvar belə cırıq, soyuq hava keçir, amma ki, belə yaxşıdır. Bunu geyinəcəksən sən? Həri. Ay cırtdanın şalvarı nə olub? Bu qəşəngdir. Bundan sonra beləyəm, Çiçək bacı. Bundan sonra beləyəm. Nə bilim valla. Nə gündədir? Yeni stildə cırtdan sizin qarşınızdadır. Nə qəşəkdir. Düzdür, arada üşüyürəm, amma eybi yoxdur, yola vermək olur. Bunun əlbəttə üşüyərsən. Gör nə ki, bunun salamat yeri var ki, sən şalvarı geyinirsən, soyuq olmasın da. Qəşəkdir. Çiçək bacına rahat olma. Nəysə uşaqlar, gedək tapmacaya. Bir sonra başa düşərəm görüm nə məsələdir bu. Cırtdan. Hə. Mən aparım onda tapmacanı, yaxşı? Yox, mənimdir, tapmaca mənimdir. Uşaqlar, gedək tapmacaya. Getdik tapmacaya. Getdik tapmaca. Gedək. Hə, uşaqlar, bu gün də sizə çox maraqlı və biraz çətin tapmaca ilə gəlmişəm. Deməli, tapmacamız bu cürdür. Başı kələm bağladı, ürəyi vərəm bağladı. Oğul uşağı yığıb, dəsmal alıb ağladı. Sizcə kim ağlaya bilər? Hə, yo. Tez olun, yazın, göndərin, tez olun. Hə, cırtdan, mənim gözəl balam. Gəl bu gün sənə gözəl bir nağıl danışım. Hə, nənə, nağıl danış görək bugünkü nağılımız nə olacaq? Hə, bugünkü nağılımız Qurqur xanım haqqındadır. Nə? Qurqur xanım? Bu nə deməkdir, nənə? Dayan, danışım, sən də bax. Qurqur xanım bir qurbağadır. Deməli belə, bir meşənin kənarında böyük bir gölməçə var idi. Bu gölməçədə müxtəlif qurbağalar yaşayırdı. Qurbağalar hər gün səhərdən axşama qədər
mahnı oxuyurdular. Bir-birləri ilə söhbət edirdilər. Aha, nənə, necə söhbət eləyirdilər? Qur. Hə, qur-qur bir-birləri ilə söhbət edirdilər. Amma bunların arasında bir qurbağa var idi ki, o heç dayanmırdı. Səhərdən axşama qədər qur-qur edib danışırdı. Məsələn, suyun üzünə çıxıb qonşu qurbağaya deyirdi: "Ey qurbağa, neynirsən orada? Nə ilə məşğulsan?" Sağ tərəfində olan qurbağaya deyirdi: "Neynədin? Dərslərini yaza bildin?" Səmaya baxırdı, deyirdi: "Ey quş, sən nə qəşəng uçursan? Hara gedirsən belə?" Və ya çəyirtkəni görəndə deyirdi: "Ey çəyirtkə, bu günləri bizim üçün hansı mahnını oxuyacaqsan?" Elə danışırdı, heç dayanmırdı. Aa, nənə, elə şey də olar. Adam danışar, dayanmasın. Bəli, o qədər danışırdı ki, onunla üzləşməmək üçün qurbağalar o suyun üzərinə çıxanda özlərini suya atırdılar. Heç kəs onun ilə üzləşmək istəmirdi, çünki hamını danışmaqdan bezdirirdi. Günlərin bir günündə bilirsən nə oldu? Nə oldu nənəcan? Günlərin bir günündə o gölməçənin kənarına dəcəl bir oğlan gəldi. Həm də əlində sapandı ilə. Nənə, sapand? Aycan, nə baş verdi nənə sonra? Bu dəcəl oğlan əlində sapan tutmuşdu, bir əlində də daş. Gölün qırağına gəldi, gördü ki, Aycan, burada nə qədər qurbağa var. Amma onu görcək bütün qurbağalar özlərini suya atdılar. Hamı suyun dibinə gedib gizləndi. Bircə bu qurqur xanım gözün yumub, ağzın açıb, elə danışırdı deyənə bu oğlanı görə bilmədi. Başı qarışmışdı danışmağa. Bilirsən bu oğlan neynədi? Neynədi nənə? Vurdular. Bu dəcəl oğlan suya baxdı və suyun ortasında qurqur xanımı gördü. Gördü ki, suda, gölməsində yalnız bir qurbağa var. Odur ki, bir daşı sapandına qoyub düz qurqur xanımın ağzını nişan aldı. Daşı atdı və daş gəlib düz qurqur xanımın ağzına dəydi. Vay nənə, bax görürsən, çox danışmasaydı belə olmazdı, hə? Bəli, belə olmazdı. Əgər qurqur xanım gözünü açsaydı, digər qurbağalar kimi bu oğlanı görüb o da suyun dibinə çəkilərdi. Amma görə bilmədi və daş onun düz ağzına dəydi. Qurqur xanım huşunu itirdi. Bunu görən digər qurbağalar yavaş-yavaş suyun dibindən çıxıb qurqur xanımı götürüb qamışlığa tərəf apardılar. Onu özünə gətirdilər. Qurqur xanım yavaş-yavaş özünə gəldi və onun dostları onu danladılar. Dedilər ki, bu qədər danışmaq olmaz. Bax, özün görürsən, əgər az danışsaydı, bu hadisə sənin başına gəlməzdi. O gündən etibarən Qurqur xanım qərara gəldi ki, daha çox danışmayacaq. Hə, nənə, deməli çox danışmağın zərərlərindən biri də buymuş. Çox sağ ol nənə, nağıl danışdığın üçün. Bəli, çox danışmağın zərərlərindən də biri budur. O gündən etibarən Qurqur xanım az danışdığı üçün çox düşünməyə başladı və o gölməçədə müdrik bir qurbağaya çevrildi və digər qurbağalar da məsləhət almaq üçün onun yanına gəlirdilər. Nağlımız da burada bitdi. Həri çiçək bacı, həri, sən də deyirəm ki, gəl də özüncə bu nə geyimmisən? Gəl mənim kimi geyin qəşəng. Qəşəng gedək özümüzsün gəzək. Görürəm də məhəllədə bütün uşaqlar demək olar ki, mənim kimi geyinirlər. Sən hansı məhəllədəsən belə ki, bu cür geyinirlər hamısı? Buradakı uşaqlar, hətta görürəm ki, ataları, anaları da elə bu cür formada geyinirlər. Cırıq şalvar, üstündə baş şəkli olan köynəklər. Hə, yadımdan çıxmışdı. Hələ mənim bir dənə köynəyim var çiçək bacı. Qəşəng.
qəşəng, baş şəkli var. Birinci Baş. görəndə qorxmuşdu dedim. Ay! Elədim. Amma sonra gördüm ki, yox, qəşəng imiş, rahat imiş. Yəni necə idi ki? Yəni o qorxulu idi da onda, hə? Hə, qorxuluydu. Birinci görəndə qorxmuşdum. Ondan sonra dedim ki, yox, cırtdan. Sən əgər istəyirsənsə bu stildə gəzəsən, deməli bunların hamısını geyinməlisən. Bildim nə cürdür, başa düşdüm. Amma cırtdan heç yaxşı deyil. Çiçək bacı, deyirəm ki, day bundan sonra qərar aldım. Mən bu cürəm, yeni stildə cırtdan. Yəni mən bu stili, uşaqlar siz bəyənirsiniz bu stili? Ay cırtdan. Sən belə mənə bax, sən belə deyildin, sən qəşəng sözü deyəndə eşidirdin. Belə danışığın falan da dəyişib. Yəni sən o dostlarına heç gözüm su içmir. Yəni birdən-birə bu qədər dəyişdirdilər səni. Heç xoşum gəlmədi. Nə istəyirsən məndən? Deyirəm ki, söz eşidirəm də mən. Bu gün indi söz eşitmişəm ki, bu cür formada gəzirəm də. Hər kimin sözünü eşitmək olmaz axı. Yəni o sən hardan bilirsən dostların düzdür sənin, hə? Uşaqlar elə deyil. Fikirləşmək lazımdır ki, görürsən o dostum ki, mənə bir söz deyir. O nə dərəcədə düzgündür? Onlar məni lağa qoyurdular ki, buna geyimdi. Mən də dedim ki, dayı bunlar kimi geyinim. Mənə hətta paltarları pulsuz da veriblər ki, geyin dostum, bizdən sənə hədiyyə. Nə gündə paltarlar veriblər. Belə çox gözəl paltarlardır. O paltarları sən belə bayaq dedim də hardan tapa bilərsən. Çiçək bacı, necə görsənirəm? Heç xoşum gəlmədi. Mən əvvəlki cırtdanı istəyirəm. Uşaqlar siz necə? Paxıllığın tutur. Yəni əvvəlki cırtdan mənim üçün daha yaxşı. Mən danışırım, o özü üçün oynayır. Hə, Çiçək bacı, əyləncəlidir də. Bütün gün qulağımda mahnılar, musiqilər var. Ona görə də mən də dedim ki, bütün gün dinlədiyim üçün hamısı zehnimdədir. Yol gedə-gedə ancaq oynaya gedirəm. Yol boyu oynaya gedirsən, hə? Hə? Əcəbdir valla. Oynaya gedirsən. Belə gedirəm. Dostların da belədir də, hə? Heyf ay cırtdan. Səndən heyf oldu. Necə gözəl görsənirəm. Cırtdan, biraz özünə gəlsən, zəng gəlir. Zəng gəlir. Bəli, zəng gəlir. Gedək müsabiqəyə uşaqlar. Bilirəm sizin də xoşunuza gəlmir, amma müsabiqəyə gedək və aşağıdakı nömrələr müsabiqədə iştirak etmək üçün yadınızdan çıxarmayın. Gedək müsabiqəyə uşaqlar. Dostlarım, getdik müsabiqəyə. Yeni stil cırtdanla. Oh, yeah. Getdik. Cırtdanın macəraları verilişindən dostlarını salamlayıram. Bugünkü görəsən qonağımız kimdir? Adın nədir? İsazadə Əli. Əli. Neçə yaşın var Əli? 12. 12. Çox şad olduq ki, sən bizim verilişə qoşulmusan. Təşəkkür edirik sənə. Əgər hazırsansa oyunumuza, bu gördüyün xanalardan birini seç və oyunumuza başlayaq. La 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 la. 2. 2. Açılsın, getdik. Bu oyunumuz bu cürdür ki, bu qulaqcıqdan səs gələcək. Və ümid edirəm ki, sənin qulaqların qəşəng eşidir və bizə tez cavabı deyəcəksən ki, bu nə səsidir. Sonra bu qutudan da bizə doğru cavabı göstərəcəklər. Hazırsan? Başa düşdün oyunumuzu? Bəli. Getdik! Nə səsinə oxşuyur? Nağara. Baxaq görək qutuya. Afərin! Əhsən sənə. Qulaqların qəşəng eşidir ha, öz aramızdır. Getdik o bir oyunumuza. Sənə çox tez tapdın ha, bravo. Dostum, ikinci oyunu oynamaq üçün yenə bir xana seç və oyunumuza başlayaq. Tez ol, tez ol, tez ol. 6. 6. Getdik.
dostum, bu gördüyün lövhədə sənə riyaziyyata aid suallar verəcəm. Və sən də vaxt bitməmiş tez-tez cavablandırarsan. Yaxşı? Riyaziyyatı bilirsən? Yaxşı. Bəli. Hazırsansa getdi. Yuhu! 8 üstəgəl 7 üstəgəl 7. 22. 22. 6 üstəgəl 8 üstəgəl 6. 20. 20. 1 üstəgəl 4 çıx 2. 3. 3. 8 üstəgəl 1 üstəgəl 1. 10. 10. 2 üstəgəl 8 üstəgəl 9. 19. 19. 1 üstəgəl 9 çıx 5. 1 üstəgəl 5. 5. Aferin. Təbriklər, təbriklər. Lalalalalala, lalalalalala. Təbrik edirəm dostum. Gedək görək sən nə qədər xalın oldu. Getdi. Hə dostum, 120 xalın oldu. Çox sevinirəm ki, sizin kimi savadlı dostlarım var mənim. Əhsən sizə. Və mən də sənə 10 xal hədiyyə verirəm və ümumilikdə 130 xalın olur. Bu da o deməkdir ki, 130 manat dəyərində hədiyyə qazandın bizdən. Təbriklər! Sevindin? Bəli. Yuhu! Səslər çıxardın sevinəndə belə. Yuhu. Aferin. Sağ ol dostum. O biri dostlarıma da denən ki, bizdən əgər hədiyyə qazanmaq istəyirsə, gəlsin müsabiqəmizdə iştirak eləsin. Sağ ol. Sağ ol. Deyirəm uşaqlar, bu nə mahnıma vəziyyətdir qoşulun. sizcə də? Mən başa düşə bilmirəm cırtdanı. Deyirəm elə Cırtdan. Bu nə işdir belə? Buradan belə gedək, buradan belə. Bizim Bir aləm dəqiqə bu dayan. cür. Çiçək bacı, Mən danışıram. Söndürmə də görürsən mən də oynayıram da, mahnıya qulaq Mən asıram də da. söhbət eləyirəm. Mən də qulaq asıram. Get başqa yerdə söhbət elə də, gəlib burada söhbət eləyəsən. Uşaqlar cırtdana nə olub belə? Mahnımı qoş. Cırtdan. Bu Sənə nə demirəm, danışıqdır? eşitmirsən məni? Çiçəksən, nəsən eşitmirsən məni? Demirəm, mahnımı qoş. Vay. İmkan vermir. Sənin nə dəxli var axı Yo, mənim vəziyyət çox ciddidir. oyunuma? Mənim heç xoşum Söndürürsən. gəlmədi. Uşaqlar da bax narazıdır. Düz deyirsən. Aha, düzdür. Cırtdan biraz heç xoşuma gəlmədi Heç kimin əxladı. xoşuna gəlmirsə, bura gəlməsin. Burada mən varam. Cırtdan yeni stildədir. Belə bir dəqiqə öz dostlarım dayan. var. Bir dəqiqə dayan cırtdan. Hə. Sən sonradan gəlmisən. Mən indi gəlmişəm. Yo, bura bax. Həri, çiçək bacı, Cırtdan. həri. Belə getsə biz cırtdansız davam edəcəyik bu verilişə, hə? Hə. Nə? Deyirəm belə getsə cırtdansız davam edəcəyik ya. Hara? Bu verilişə, yəni bu dostlarımızla belə danışırsan, mənimlə belə danışırsan, bu nə cür danışıqdır? Xeyr, bura mənim verilişimdir, özüm bilərəm. Sənə aidiyyəti yoxdur. Mənə adiyyatı yoxdur, hə? Bəli, sənə aidiyyəti yoxdur. Get o tərəfə, nə edirsən elə, kimlə danışırsan danış. Mən burada öz mahnımı dinləmək istəyirəm. Eşitdin? Mən də burada veriliş aparmaq istəyirəm. Uşaqlarla danışmaq istəyirəm. Uşaqlar da əvvəlki cırtdanı görmək istəyirlər. Necə ki bu gündə. Bunun gününə, vəziyyətinə bax, danışığına bax. Hələ mən gedəcəm, indi birazdan paltarlarımı çatdırmadım geyinməyə. İndi birazdan gedəcəm, paltarlarımı geyinəcəm. Bunları geyinəcəksən. O dediyin köynəyə geyinəcəksən. Yes baby, yes. O üstündə skelet olan şəkili. Hə, skelet şəkili, iskeletdir nədir ondan da, onu geyinəcəm. Gedəcəm, deyəcəm, let's go baby, yes, oh yeah. Bəs dedin qorxursan onu geyinəndə. Yo, Niyə indi geyinirsən? Nə məcburdur axı? Elə deyil uşaqlar. İnsan sevmədiyi paltarı niyə geyinir ki? Öz aləmindədir. Görürsünüz uşaqlar. Getdi, cırtdan. Düz deyirsiz. Başa düşürəm. Amma nə etmək olar? Nə qəşəngdir. Verilişi yola verək, görək nə olur. Cırtdan sənə nə olub? Ay cırtdan, zəng gəlir. Özüvə gəl.
Eşidirsən Eşidirəm. səsimi? Hə. Sən Adın- necəsən? Mən də yaxşıyam, təşəkkür edirəm. Adın nədir? İbrahim. İbrahim. Neçə yaşın var İbrahim? 10. 10. Cırtdanla dost olmaq istəyirsən? Hə? Bəli. Cırtdanla oyun oynamaq istəyirsən? Bəli. Onda başlayaq Bəli. oyunumuza. Deməli İbrahim, burada gördüyün rəqəmlərdən birini seçməlisən və bərabər oyun oynamalıyıq. Seç görək hansını istəyirsən? Hansını istəyirsən? Tez ol, tez ol. 6. 6. Aha, getdi. Hə İbrahim, oyunumuzu görürsən? Aydın. Görürəm. 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 Deməli bu qutular ki var, bu qutuların içində müxtəlif əşyalar var. Və sən bizə 6 dənə doğru cavab deməlisən. Yəni hansı qutunun içində nə var? Yaxşı? Başa düşdün oyunumuzu? Yaxşı. Onda qutular açılsın. İki dəfə açılacaq, diqqətli bax. 6 dənəsini yadında saxla. Gördün? İndi Gördüm. başlayaq. İndi bir dənə açaq xanaları. Hə, Qarpız 2. qarpız 2. Afərin. Sonra Top 5. top 5. Afərin. Tez ol, tez ol. Vaxt gedir. Banan 9. Banan 9. 9 banan. Banan 9. Ha yok, almaz imiş. Aha, tez ol, tez ol. La, 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 la. Bir maşın. Bir maşın. Yok. Yalan. Tez ol, vaxt az qalır. Görmədim. 10 maşın. 10 maşın. Yine de yanlıştı. Tez ol, tez ol. Dəqiqə. La 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 la, vaxt gedir. 10 saniyen kaldı. 9, 7, 8 banan. 8 ne? 8 banan. 8 banan. Ha, Banan, o da, banan. O da topuymuş. Vaktimiz kurtardı. 2 tane doğru cevap dedin. Tebrik ederim seni. Ciddi o bir oyunumuza. Ha dostum, 20 xal kazanmışsan. Yeni oyun oynamak istiyorsansa bir tane xana seç. Bir tane xana seç, o bir oyunumuzu oynayaq. İbrahim, eşidirsən səsimizi? Eşidirəm, eşidirəm. Bir dənə xana seç, o bir oyunumuzu oynayaq. Bastıram olmaz. Yo, sən mənə deyirəm, mən eləyəcəm. 2. 2. Afərin. Görək nə oynadı. Getdi. Hə, dostum, bu oyunumuzda qulaqcıq var və buradan səslər gələcək. Sən həmin səsi bizə deməlisən. Hazırsan? Diqqətlə qulaq as, yaxşı? Başladıq.
əşyadır. Adətən ağacları kəsirlər. Kəslərə. Baxaq görək. Mişar. Baxaq görək. Afərin sənə. Mişar. Amma elektron mişar. Təbrik edirəm. Gedək görək nə qədər xalın oldu. Getdik. Dostum, bizdən 80 xal qazandın. Təbrik edirəm səni. Oyunda iştirak elədiyin üçün sənə cırtdan 20 xal hədiyyə verir. Yəni bu da o deməkdir ki, sən 100 manat dəyərində bizdən hədiyyə qazandın. Təbrik edirəm səni. Sağ olun. Sən də sağ ol dostum, sağ ol. Sağ ol. Cırtdan, sənin bu hərəkətlərin birincisi mədəniyyətsizlik idi bayaqları və bu geyim mədəniyyətinə qətiyyən uyğun gəlmir. Bunu bilərsən. Çiçək bacı, mədəniyyət deyəndə salam verdilər, salamlarını aldıq. Da geyim mədəniyyəti nədir? Mən istədiyimi geyinərəm. Kimə nə dəxli var ay çiçək bacı? İstəyərəm gecə paltarı ilə çıxaram, çöldə yeməyimi yeyərəm. İstəsəm məktəb paltarımla çaya gedib çimərəm. Cırtdan, sən nə danışırsan? Belə şey olar. Necə yəni məktəbə? Bəs məktəbə nə geyinərsən? Gedib çayda çimdin. Güya çiçək bacı, sən də öz evində geyindiyin paltarla gəlmirsən bura. Özü əziyyət verib. Özü əziyyət verib bir paltar dəyişib gəlirsən bura. Bəs nə? Bəs mən uşaqlarla görüşürəm, dostlarla. Sən də bilmirəm daha axırda dost olacaq biz ya yox. Belə getsə biz dostluğumuz pozulacaq bu cür. Amma mən uşaqlara görə qəşəng geyinirəm, səliqəli. Mənim ev geyimim rahat. Hər bir insan ev geyimi rahat olur. Çöl geyimi, insanlarla, dostlarla görüşdüyü geyim ayrı cür olur. Sənin bu geyiminə də başqa geyim deyirlər də mən adını çəkmək istəmirəm. Hə, çiçək bacı, sən deyəndir. Mən deyəndir. Uşaqlar, ay uşaqlar, bəs siz evdə geyindiyiniz paltarlarla çölə çıxmırsınız və yaxud da məktəb paltarlarınızla gəlib oyun oynamırsınız? Çiçək bacıdır da, özü üçün danışır. Yox, verəcəyim. Bax gör uşaqlar nə deyir? Bax gör elə deyirlər. Eşidirsən? Deyirlər, yox. Bizim öz geyimimiz var, məktəb geyimimiz var. Biz hər paltarı öz vaxtında geyməsə, öz yerində geyinməsək, belə nə deyirlər, çox səliqəsiz bir mənzərə alınır. Təsəvvür edirsən, ev paltarında gedirsən məktəbə. İndi bir də bir şey dediyim. Sənin bu hərəkətdən heç xoşum gəlmir ha. Cırtdan, sən mənə eşidirsən? Let's go baby, yes. Sən burada mənə hörmətsizlik edirsən, xəbərin var. Are you ready baby? O nədir deyirsən sən? Bilmirəm, mənasını başa düşmürəm, amma deyirlər, uşaqlar danışırlar. Mən də belə danışıram. Sonra gedirik dostlarımla. O dostlarıma deyərdim, başa salardı da sənə. Nə deməkdir? Yəqin ki, özlərinin də xəbəri yoxdur bu sözlərdən. Nə qəşəngdir, nə ləzzətlidir. Ay, başım düzələndi. Sən bu hərəkətlərin qətiyyən düzgün deyil abi. Mən danışıram, sən burada öz hərəkətlərini eləyirsən. Hə, çiçək bacı, özü dostlarımla çıxırıq, gedirik qəşəng çöldə, belə formada. Hamısına gedirik, o bir uşaqları lağa qoyuruq, gəlirik. Nə edirsiniz? Çox əyləncəlidir. Gedirik, lağa qoyuruq o biri dostlarımızı. Kimi lağa qoyursunuz? Cırtdan. Vay, uşaqlar da bu cırtdana nə olub? Yox, böyüklərə də hörmət eləmirik. Nə mənası var axı? Uşaqlar, belə getsə biz... Cırtdan, mən belə geçsəsən, zəng gəlir, amma qətiyyən istəmirəm ki, səndən gedim. Cırtdan. Bezdirirsən, ay çiçək bacı məni, bezdirirsən, ay çiçək. Zəng gəlir, uşaqlar zəng eləyir. Kim? Uşaqlar zəng eləyir. Onlar da bezdiriblə dəqiqə başı zəng eləyirlər. Bunu da yola verək. Gələn dəfədən deyəsən cırtdansız davam edəcək. Uşaqlar getdik müsabiqəyə, getdik, belə qətiyyən düzgün deyil. Day bəstirin, dəqiqə başı zəng gəlir. Yaxşı, eybi yoxdur. Yorduz, mən getdik, müsabiqəyə gedək. Salam dostum, necəsən? Dostumuzun adı nədir? Fəridə. Fəridə, yemək yemisən sən?
Bəli. Səsin zəif gəlir. Biraz möhkəm danış. Adın nədir? Fəridə. Afərin. Neçə yaşın var? 5. 5 yaşı var Fəridənin. Hə, Fəridə. Qoşulmusan ki, oyun oynayasan, düzdür? Oyun oynamaq üçün yuxarıdakı gördüyün Düzdür. rəqəmlərdən birini seç. Yəni mənə denən. Mən oyunu açım, gedək oynamağa. Yaxşı. Hansını istəyirsən indi? La 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 la. 5. 5. Yuhu! Getdik oyunumuza. Hə dostum, bu oyunumuzda bu cürdür ki, bu gördüyün qutunun içində bir dənə söz var. Və biz, yəni bizə kömək eləyirlər. Yəni biz tərəfdən sənə kömək olacaq ki, yuxarıda şəkillər göstərəcəklər. Və sən o şəkillərə uyğun aşağıdakı sözü tapacaqsan. Yaxşı? Şəkillərə diqqətlə baxacaqsan. Yaxşı. Nəyə uyğundursa o sözü tapmalısan. 5 hərflidir. Yaxşı? Yaxşı. Başladıq. Şəkillərə diqqətlə bax və nəyə uyğun ola bilər? Aha. Bu harda olur? Yəni bunlar harda olur adətən? Yəni nə istifadə edir? Oldu. İnsan daşıyır. Bu da qatardı. Aha, cavabımız nədir? Qatar. Aha, aferin sənə. Təbrik edirəm. Getdik o bir oyunumuza. Hə dostum, bizdən 60 xal qazandın. Səni təbrik edirəm. Əgər ikinci oyunu oynamaq istəyirsənsə, bir dənə də xana seç və onu oynayaq. 3. Aha, getdik oyunumuza. Hə, dostum Fəridə. Deməli, mən bu qoyunları saymaq istəmirəm. Görürəm ki, sən də oyun oynamaq istəyirsən və ağlıma bir dənə oyun gəldi ki, səninlə bu oyunu oynayaq. Qoyunları sayacaqsan, mənə deyəcəksən sayını. Eşidirsən səsimi? Səsimi eşidirsən Fəridə? Bəli. Hə, bax oyunu başa salıram. Qoyunları sayacaqsan, sayı mənə deyəcəksən və əgər görsən ki, kənardan canavar gəlir, canavar gəldi deyərək mənə deməlisən ki, toplan getsin, onları qovsun. Yoxsa canavar gələr bizim qoyunları yeyər. Yaxşı? Yaxşı. Yaxşı, başladıq. Qoyunları sayırıq və canavarlara diqqət edirik. Gələndə deyirik. 1, 2, 3, 4, 5, 6. Canavarlara diqqət. Canavar gəldi. 7. Yedi, getdi. Hə. Sən mənə denən ki, canavar gəldi. Yaxşı? Canavar gəldi. Canavar gəldi. Canavar gəldi. Qaçsın, toplan. Gəldi. Hə, sən... Canavar gəldi. Aha, qaçdı. Qovdu, toplan onları. Sən qoyunlara da diqqət elə, canavara da. Canavar gəldi. Canavar gəldi. Qoyunları da say və sayı bizə denən. Tez ol Fəridə. Canavar gəldi. Canavarı qovduq və qoyunların sayını denən görün neçə dənə qoy. 10. Baxaq görək. Canavar gəldi. Canavar gəldi. Aferin sənə. Təbrik edirəm. Qalib oldun. 10 dənə qoyunumuz var idi. Getdik. Hə dostum, bizdən 120 xal qazandın.
qazandın. Təbrik edirəm. Oyunda iştirak etdiyin üçün də 10 xal cırtdan sənə hədiyyə verir. Yəni 130 manat dəyərində cırtdanın macəraları verilişindən hədiyyə qazandın. Təbrik edirəm səni. Yuhu! Sağ ol. Sağ ol. Deməli, cırtdan, qulaq asırsan. Hə. Deməli, gələn zənglərə görə Aha. bizim dostlarımız sənin bu hərəkətindən, ədəbsiz hərəkətlərindən çox narahat oldular. Mən neynədim Sən ki? onlara və mənə ədəbsizlik etdiyin üçün məcbur olacaq biz daha sənsiz davam eləyə bilərik. Bəli. Mənsiz? Bəli, sənsiz. Cırtdansız veriliş olar. Heç Onlar cırt. uşaqlar deyir ki, bu uşaq kimdir bilmirik. Yəni bizim cırtdanımız deyil. Biz əvvəlki cırtdanı istəyirik. Eşidirsən? Olsun uşaqlar, o getsin öz işinin ardınca. Biz də davam eləyək. Elə deyil uşaqlar? Siz də istəyirsiniz? Yox, heç Belə görüm sən də buranı istəmirsən. Belə Yox, çox heç belə razı şey olmuş. sən bilmirsən ki, mən buranı nə qədər çox istəyirəm, nə qədər çox xoşuma Gördük gəlir. necə çox istəyirsən. Necə yəni cırtdanı istəmirlər? Cırtdandır da, ya yeni stildə olmuş, ya köhnə stildə olmuş. Nə fərqi var ki, cırtdandır. Cırtdan. Bəli. Bilmirəm, yəni bu uşaqlar artıq səni qəbul edə bilirlər ki, bu bizim cırtdandır. Bizim cırtdan bu cür deyildi. Bizim cırtdan ədəbli idi. Qəşəng geyimi var idi. Belə bu necə gəldi geyinmirdi. Yaxşı dostları var idi ki, bizim dostlarımız ədəbli uşaqlarla dost olurlar. Yəni ədəbsiz uşaqlarla dost ola bilməzlər. Mən əvvəl də sənə demişəm ki, gərək insan ətrafındakı dostlara nə etsin, fikir versin. Elə deyil? Gərək ətrafındakı dostlarına insan bilirsən də hansı dostla dost olduğu, ədəbli dostla dost olacaqsa, özü də ədəbli olacaq. Sənin əvvəlki dostların var idi. Çox ədəbli, geyimi yerində, hörmətsizlik eləmirdi böyüklərə. Sən deyirsən böyüyə kiçik bilmirsən, hörmətsizlik eləyirsən. Yəni biz o eləmişəm. həm də cırtdanımızın geyimi bu cür deyildi. Ona görə də uşaqlar istəyirlər ki, daha biz cırtdansız ya da ki o biri cırtdanı istəyirik. Ya cırtdansız olacaq. Bax, cırtdanımızın burada mən paltarını gətirmişəm. Mən indi Çiçək bacı, mən neyniyim indi? Necə olsun, nə cür eləyim? Bayaq nə bilmir, mən dostlarım demişlər ki, bu cür geyinənlər bu cür rəftar eləyirlər. Mən də dedim ki, bu cür rəftar eləsəm daha çox xoşlarına gələrəm də. Bəli, sən onların xoşlarına gələ bilərsən. Görmüsən də, o cür insanlar mən əvvəl də demişdim. O cür insanlar bir neçədən ola bilər. Sənin ətrafında bir neçə uşaq ola bilər. Amma bizim bu qədər dostumuzu o dostlarına görə əldən verirsən. Yəni bizim cırtdanımız, əvvəlki cırtdanımızı mən də xoşum gəlirdi. Uşaqların da xoşu gəlirdi. Bax, cırtdanı məxsusi eləyən, əsl cırtdan eləyən bu cırtdan geyimi idi, kürkü idi, papağı idi. Amma çox təəssüf olsun ki, sən də onları bəyənirsən də. Neynəmək olar? Biz də istəməzdik ki, cırtdansız davam eləyək. Amma belə görürəm ki, Çiçək bacı. Ay Çiçək bacı. Bilirsən, yoxa xoşuma gəlmirdi o. Mənim heç xoşuma gəlmir. Bula başım zadım sıxır, nə qədər əziyyət eləyirdi mənə. Qulağıma da hələ taxmışam, əziyyət eləyir. Qulağım bir tərəfə, başım belə ağırlıq eləyir, sallanır aşağı. Eynək də gözümdə də düzdür. Arada gah görürəm, gah görmürəm, gah yıxılıram. Bu paltar da ki düzdür. Mən geyinmişəm. Arada soyuq keçirdi. Çiçək bacı düzdür dişləyirdi. Düzdür, deyirdim ki, yəqin belə olmalıdır. Amma xoşuma gəlmirdi. Çiçək bacı, nə yalan deyim. Əslində mənim də heç kim eşitməsin, mənim o bir dostlarım eşitməsin. Mənim də əslində bu kürkümdən, papağımdan çox xoşum gəlir. Onlarla çox rahat oluram. əlbəttə biz də səni bu cür sevirik. Uşaqlar da əvvəlki cırtdancı bugün əməlli başda darıxdılar. Nənəm də görsəydi ki, mən bu paltardayım, nənəm görməyib belə. Mən bu gün belə, yo, mən bu gün belə olmuşam. Nənəm görsəydi dedi, cırtdan, nə hala düşmüsən, qadanalım, deyərdi belə. Nənən də narahat olardı. Ona görə də cırtdan, uşaqlar. Ona görə deyirəm, bəlkə dostlarımız da qəbul eləsə, mən də bəlkə öz paltarıma geri qayıdım. Uşaqlar, dostlarım, mən sizdən çox üzr istəyirəm.
bilirəm, bayaqlarım çox ədəbsiz. pis hərəkət elədim. Sizə dedim müsabiqədə iştirak eləyirsiniz. Amma həmişə iştirak eləyin. Biz xoşumuza gəlir sizin iştiraklarınız hamınızın. Nə bilim, demişlər dostlarım dedilər ki, mənə bu cür geyinsən, bu cür daha qəşəng görsənərsən. Amma gördüm ki, siz də bəyənməmisiniz. Zəng eləmisiniz Çiçək bacıya. Çiçək bacı da bəyənmədi. Ona görə day mən qərar aldım ki, bu geyimdə olmayacağam. Mən elə əvvəlki cırtdan olacağam. Belə qəbul eləyirsiniz məni verilişə? Veriliş də yapara bilərəm mən. Bəli, bax uşaqlar da deyirlər, bəli, qəbul edirik. Bax çox sevindik. Cırtdanımızı yenidən görməyə çox sevindik uşaqlar. Bax necə sevinirlər, bəh-bəh. Hə, uşaqlar, onda getdim mən öz paltarımı geyinməyə. Get. Getdim, Bunu da verim sənə. Getdik. La. Hə, uşaqlar, nə demişdik keçən dəfə? Demişdik ki, başı kələm bağladı, ürəyi vərən bağladı. Oğul uşağı yığıb, dəsmal alıb ağladı. Uşaqlar, bu adətən yay fəslində hamı bir yerə yığışıb, həyətdə onu qaynadırlar. Ha, bildiniz? Tez olun yazın, göndərin, tez olun. Hə, axır ki cırtdanımızı gördük. Cırtdanımız geri qayıtdı. Necə də xoşa gəldi Çiçək bacı. Hə? Deyirəm necə sevindi. Dostlarımız səni görməyə necə sevindi. Axır ki cırtdanımızı gördük. Hə, mən də bu rahat deyil Çiçək bacı. Çox rahat paltardı bu mənə. Öyrəşmişəm buna. İndi getdim özümdən bir nənəm demişin, özümdən hoqqa çıxartdım. Bu paltarları, o biri paltarları geyindim. İndi başımı oynatsdım da Çiçək bacı. Necə üşüyürdüm Çiçək bacı. Ayaqlarımı o cırıqlardan necə soyuq keçirdi. Sırğa qulaqlarıma necə ağırlıq eləyirdi. Gəl görəsən. Hə, düzdür cırtdan. Görürsünüz uşaqlar. Yəni insanın dostları nə günə qoyur da insanı. Məsələn, dostları həm onu yaxşı tərəfə apara bilər, həm pis tərəfə apara bilər. Çiçək bacı, özdə mən nə edirdim? Naşdı qatırdım qulağıma, otururdum avtobusda. Heç böyüyə də yer vermirdim, kiçiyə də yer vermirdim. Amma nənəm mənə öyrədib ki, böyüklərə yer vermək lazımdır, uşaqlara yer vermək lazımdır. Da balaca uşaqlara. Düzdür, mən də uşağam, o heç, amma ki, çox ədəbsiz hərəkətlər eləyirdim. Gördünüz, amma özü də dili ilə etiraf elədi. Ona görə də uşaqlar, bunları yadınızda saxlayın, birdən ola bilər də, yəni bir dostlar ola bilər ki, sizi belə tərif eləsin, desin ki, sən bu cür yaxşısan, bu cür yaxşısan, çox da inanmayın. Hər yerin öz geyimi var, hər bir, məsələn, məkanın öz geyimi var da. Ona görə də, baxın, məsələn, görmüsən də nənən, sənin ata-anan bir yerə gedəndə, qonaq gedəndə məxsusi paltarlar olur. Məsələn, bir yerə gedəndə qəşəng təmiz paltarlar geyinirlər. Məktəbin öz paltarı olur. Sonra sən denəm, məsələn, sən nənəvi nə cür görürsən? Hər evdə geyindiyi paltarı çöldə geyinir, bayaq mənə deyirdin. Yox, Çiçək bacı, qəşəng səliqəli geyinir. Ədəbli geyinirlər, səliqəli geyinirlər, qəşəng. O hər geyimin öz yeri var. Bəli. Əksinə. Gecə geyimini evdə geyinmək lazımdır. Məktəb geyimini məktəbə geyinmək lazımdır. Bir də səliqəni saxlamaq lazımdır Çiçək bacı, onu bildim. Hə, mütləq. Ona görə də cırtdan. Bundan sonra biz də həmişə öz cırtdanımızı görəcəyik. Həmişəki kimi öz geyimimi geyinəcəm bundan sonra. Hər şeyə riayət eləyəcəm. Danışıqlarıma da diqqət eləyəcəm bundan sonra. Uşaqlar, sizdən bir daha üzr istəyirəm. Bir də sizdən o cür pis danışmayacağam. Məni bağışladığınız üçün təşəkkür edirəm. Day bundan sonra cırtdan, köhnə cırtdan olacaq. Həmişəki cırtdan olacaq. Hə, cırtdan. Verilişimizin axırına çatırıq. Dostlarımızdan sağlaşma vaxtıdır. Uşaqlar, aşağıda gördüyünüz nömrələr ki var. O nömrələrə həm tapmacanın cavabını yazacaqsınız, həm müsabiqədə iştirak eləmək üçün yazacaqsınız və ürək sözlərinizi, fikirlərinizi, hər nə olsa, şəkillərinizi, ərişlərinizi o aşağıdakı nömrəyə yazmağı unutmayın. Bu gün də bu qədər. Sağ olun uşaqlar. Yenidən görüşənədək. Sağ olun uşaqlar. La. Hey!